Bismillahirrahmanirrahim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya'i vel murselin. Seyyidina ve nebiyyina ve mevlana Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma abad. Bazı kardeşler bir Rafizinin YouTube sayfasında paylaştığı bir statusu, postlardan birini mənə göndərib və xahiş etdilər ki, biz bunu necə başa düşək, necə anlayaq. Həmin Rafizi yazır ki, qeyb elmini yalnız Allah Taala bilir, sual verir. Yəni sanki bir rəddiyə kimi, sanki bir istehza kimi sual verir ki, qeyb elmini yalnız Allah Taala bilir və sonra hədisi zikr edir. İmam Müslim rahimahullah'da gələn aşağıdakı rivayətə diqqət edin. Və yazır ki, Ömər deyir, Resulullah sallallahu aleyhi və səlləm bizə sübh namazını qıldırdı. Sonra minbərə qalxdı və zöhr vaxtı girənə qədər xütbə oxudu. Sonra enib zöhr namazını qıldırdı. Yenə minbərə qalxdı və əsr vaxtı girənədək bizə xütbə verdi. Daha sonra enib əsr namazını qıldırdı. Sonra isə yenidən minbərə qalxdı və günəş batana qədər bizə xütbə oxudu. Bu xütbələrində keçmişdə baş verənlərdən və gələcəkdə olacaq hadisələrdən bizə xəbər verdi. Aramızda ən biliklisi, ən çox yadda saxlayanımız idi. Sonra öz qeydini gətirir. Yəni özünün bu hədisdən çıxartdığı qənaəti. Yazır qeyd. Bu hədisə əsasən Həzrəti Peyğəmbər keçmişdə və gələcəkdə baş verəcək bütün hadisələri bilirmiş. Diqqət edin qardaşlar. Bu hədisə əsasən Həzrəti Peyğəmbər keçmişdə və gələcəkdə baş verəcək bütün hadisələri bilirmiş. Həmçinin sahabələr, xüsusilə Ömər də bu xəbərlərə elm tapıb. Deməli, Ömərin də qeyb elmi varmış. Yəni bunu nə üçün qeyd edib? Bu hədisi nə üçün gətirib? Bunlar iddia edəndə ki, imamlar mütləq olaraq qeybi bilirlər, keçmişdə və gələcəkdə baş verəcək hər şeyi bilirlər ki, bunların əqidəsi budur. Biz bunu inkar edirik. Qəti, səhih, sarih nəqillərlə, ayələrlə biz inkar edirik ki, bu mümkün deyil. Qeybin açarı yalnız Allahın əlindədir. Mütləq qeyb yalnız Allaha aiddir. Allahdan başqa keçmişdə və gələcəkdə olacaq hər şeyi bilən başqa birisi yoxdur. Bugünü yalnız Allah Əzzə və Cəllə bilir. Yəni, mütləq qeyb yalnız Allahın əlindədir. Var müqəyyət qeyb ki, hansı ki, Allah Əzzə və Cəllə o barədə ona girmirəm ki, bəzi ayələrdə buyurdu ki, o öz elmindən, yəni bir qismini seçdiyib nəbilərinə, peyğəmbərlərinə verər qeyb elmindən. Yəni, bilirsiniz ki, əhl-i sünnətə görə var mütləq qeyb, var müqəyyət qeyb. Mütləq qeyb yalnız Allahın əlində olan, Allahdan başqa heç kəsin bilmədiyi, geçmişdə və gələcəkdə olan hər şey haqqında olan elmdir. Var müqəyyət qeyb Allahın bəzi peyğəmbərlərə verdiyi bəzi qeyb elmlər. Yəni, mövzu bu deyil. Bu Rafiziyə sual vermək lazımdır ki, sən bu hədisdən bu qənaətə necə gəldin? Yəni, hədisin harasında oxudun ki, Allah Rəsulü sallallahu aleyhi və səlləm keçmişdə və gələcəkdə baş verən bütün hadisələri, keçmişdə baş vermiş və gələcəkdə baş verəcək bütün hadisələri bilirmiş. Bu hədisin harasını oxudun, bu qənaətə gəldin. Əgər desə ki, bu hədisdə ləfz, kəlimə, cümlə ümumi üzərə gəldi, yəni hədisdə buyuruldu ki, fəəxbərnə bimə kənə və bimə huvə kainun. Bizə keçmişdə baş verənlər və gələcəkdə baş verəcəklər haqqında xəbər verdi. Burada ümumi üzərə gəldi, yəni təxsis gəlmədi, istisna gəlmədi. Bəzi xəbərlər, hansı xəbərlər haqqında baş verdi deyə bir dəlil gəlmədi. Yəni deyilmədi ki, bəzi xəbərlər haqqında baş verdi, bəzi xəbərlər haqqında, baş verənlər haqqında xəbər verdi və ya hər hansı bir şey xüsusi olaraq, müəyyən olaraq falan şey haqqında xəbər verdi deyilmədiyi üçün ümumi gəldi, ümumi də ümumi üzərə qəbul olunur. Deyirik ki, bəli, doğrudur. Bu üsul fiqh elminin mövzusudur, qardaşlar.
Yəni, var ümumi ləfslər, var xüsusi ləfslər. Əgər bir ayə, bir hədis, bir cümlə ümumi ləfslə gələrsə, onu xüsusiləşdirəcək bir dəlil, istisna edəcək bir dəlil gəlməyincə, ümum üzərə qəbul olunur. Yəni, bəzən Allah Əzzə və Cəllə bəzi ayələrdə ümumi bir ləfsi zikr edir, sonra ondan təxsis edir, istisna edir. Məsələn, Allah Əzzə və Cəllə Əsr surəsində buyurdu ki, وَالْعَصْرِ اِنَّ الْاِنْسَانَ لَفِي خُسُرٍ And olsun əsrə, həqiqətən insan ümumi ləfsdir. Yəni, bütün insanlar, istisnasız bütün insanlar xüsran içərisindədir. Bu ümumi ləfsdir. Sonra Allah Əzzə və Cəllə özü istisna etdi, təxsis etdi. İllellezine amenu ve amilus salihati ve tevasav bil haqqi ve tevasav bis sabr. Yalnız iman gətirib salih əməllər edənlər, haqqı və səbri tövsiyə edənlərdən başqa. Yəni bunlar istisna, bütün insanlar istisnasız xüsran içərisindədir. Yalnız bu sifətlərdə olanlar iman gətirib salih əməl edən, haqqı və səbri tövsiyə edənlərdən başqa. Yenə məsələn Allah Əzzə və Cəllə Ən-Nəs surəsində buyurur ki, Qul əuzu bi rabbin nəs. De ki, insanların Rəbbinə sığınıram. Ən-Nəs ümumi ləfsdir. Yəni, bütün insanların Rəbbi. Bu istisnasız. Allah Əzzə və Cəllə ümumi olaraq zikr etdi. İstisnasız bütün insanların Rəbbi. Yəni, əksi də ola bilməz. Bunun təxsisi, bunun xüsusiyyəti ola bilməz. Ki, Rəbbi Allah Əzzə və Cəllə olmayan bir bəşər, bir insan yoxdur. Bu ümumi ləfsdir. Bir də var ki, qardaşlar, bir ləfs ümumi gəlir, amma burada xüsus nəzərdə tutulur. Bu ümumi xüsusiləşdirəcək bir dəlil yoxdur. Bu fitrətən, əqillə, zəruri elmlə sabitdir. Bir ləfs ümumi gəlir, əqillə sabitdir ki, əqli olan, zərrə qədər əqli olan hər kəs həmin ləfsi oxuyan kimi, eşidən kimi, həmin cümləni, həmin ümumi ləfslə gələn bir ayəni, bir hədisi oxuyan kimi dərhal burada xüsusinin qəsd olunduğunu başa düşür. Ümumin qəsd olunmadığını anlayır. Bu, fitrətən zəruri elmlə sabit olunan bir şeydir, əqillə sabitdir. Ona görə belə ləfslərdə, belə cümlələrdə, belə ayələrdə xüsusiyə dəlil gətirməyə ehtiyac yoxdur. Məsələn, Allah Əzzə və Cəllə Ali-İmran surəsi 173-cü ayədə buyurur ki, Əl-ləzīnə qalə ləhumun nəsu innən nəsə qad cəmə'u ləkum fəxşəvhum. O kəslər ki, qalə ləhumun nəs. İnsanlar onlara dedi. Ən-nəs ümumi ləfsdir ayədə. O kəslər ki, insanlar onlara dedilər. Bu ayəni biz ümum üzərə götürsək, ayə belə məna verməliyik. Belə bir nəticə çıxmalıdır. Yer üzərində olan bütün insanlar istisnasız olaraq möminlərin yanına gəlib deyiblər. İnnən nəsə qad cəmə'u ləkum. Bütün insanlar, ayədən belə məna çıxır. Bütün insanlar sizin üçün cəm olublar. Sizinlə vuruşmaq üçün birləşiblər. Bu ayədən belə çıxır ki, yer üzərində olan bütün insanlar, körpəli, qocalı, qadınlı, uşaqlı, böyüklü, istisnasız bir nəfər kimi möminlərə qarşı vuruşmaq üçün birləşiblər. Bu isə qeyri-mümkündür. Bu əqillə mümkün deyil. Əqillə bu mümkün deyil ki, möminlərə qarşı yer üzərində olan bütün insanlar cəm olsun, onlarla vuruşmaq üçün ordu toplasın. Və ayənin əvvəlində deyildiyi kimi, Qalə ləhumun nəsu, insanlar onlara dedi. Yəni, bütün insanlar. Baxın, biz Nəs surəsində ümum üzərə götürdük. Amma bu ayədə ümum üzərə götürmək mümkündürmü? Mümkün deyil. Nə ilə mümkün deyil? Əqillə mümkün deyil. Zəruri elmlə mümkün deyil. Ayənin mənası nədir? Bəzi insanlar Ən-nəsu gəlməsinə baxmayaraq, ümumi ləfslə gəlməsinə baxmayaraq, xüsusi qəsd olunur burada. Bəzi insanlar gəlib dedilər ki, möminlərə, bir qrup insanlar sizinlə vuruşmaq üçün cəm olublar. Amma biz bunu dediyim kimi, hardan çıxartdıq? Hansı dəlildən çıxartdıq? Zəruri əqillə. Yəni, əqli olan başqa şey fikirləşə bilməz bundan. İndi keçək yuxarıdakı hədisə. Biz həm zəruri elmlə, həm də qəti nasla,
möhkəm qəti ayələrlə bilirik ki, keçmişdə olmuş və gələcəkdə olacaq hər şeyi bilmək yalnız Allaha xasdır. Bunu qəti nasla, Quran-Kərim ayələrinin qəti naslı ilə bilirik. Mütləq qeyb yalnız Allaha aiddir və əql də buna təsdiq edir. Zəruri elm də bunu təsdiq edir. Allahdan başqasının bunu bilməsi mümkün deyil. Mütləq qeyb Allahın elmidir. İkinci, əgər Allah Rəsulü sallallahu aleyhi və səlləm bu adamın qeyd etdiyi kimi hədisdə, keçmişdə baş vermiş və gələcəkdə baş verəcək hər şeyi çıxıb danışıbsa minbərdə, bunu normal əqli olan, zərrə qədər əqli olan heç kəs belə bir şeyi qəbul edə bilməz. Nə üçün? Çünki keçmişdə və gələcəkdə baş verəcək hər şeyi danışmaq üçün ki, varsaysaq ki, tutaq ki, bir bəşər çıxıb danışır. 1000 illər lazımdır. 1000 illər lazımdır. Yəni, bir gün içərisində bir adamın çıxıb keçmişdə baş vermiş və gələcəkdə baş verəcək şeyləri çıxıb danışması bu mümkün deyil, əqillə mümkün deyil. Üçüncüsü, yəni burada da qəsd ayədə olduğu kimi, usul fiqh elminin də elmi ilə sabit olduğu kimi, burada qəsd olunan bəzi şeyləri danışmasıdır. Allah Rəsulü sallallahu aleyhi və səlləm Allahın ona xəbər verdiyi bəzi müqəyyət qeyb elmini, Allahın ona öyrətdiyi qədərini insanlara çatdırıb. Bu da məsələn ümmətin 73 firqəyə bölünməsi haqqında, ümmətdən bəzi insanların, bəzi xüsusiyyətdə insanların, bəzi firqələrin çıxması haqqında, qiyamət saatında baş verəcək hadisələr haqqında, qiyamətin əlamətləri haqqında ki, səhih sabit hədislərlə bu bizdə varid olmuşdur, bizə gəlib çatmışdır. İndi mən başa düşmürəm, bu insan bununla nəyi qəsd edir? Bu qeydi ilə ki, bu hədisdən belə başa düşülür ki, belə nəticə çıxır ki, Allah Rəsulü sallallahu aleyhi və səlləm keçmişdə və gələcəkdə olmuş və olacaq hər şeyi bilir, hardan çıxartdı? Yəni Allah Rəsulü sallallahu aleyhi və səlləm keçmişdə və gələcəkdə baş verəcək şeyləri bir günün içərisində sübh namazından məğrib namazına qədər minbərdə danışdı mı? Ki, bu mümkün deyil. Bunu, yəni əqli başında olan heç kəs bunu təsdiq etməz, buna gülər. Ki, zaten rafizlərin danışdığı nə var ki, gülməyəsən, dəvəliyə soruşurlar ki, sənin belin niyə əyridir, deyir, güya haram düzdür. Bu qədər. Subhanəkə Allahumma və bihamdik, əşhədu ən la ilahə illə əntə, əstəğfiruka və etûbu ileyk.